Sonra Allah subhanahu wa ta'ala ikinci ayədə buyurur ki, İnnəl insənə ləfi xusr. Həqiqətən insan xəsarat içindədir. Bütün insanlar, bunu belə tərcümə eləmək olar, bütün insanlar xəsarat içindədir. Və sonra da Allah subhanahu wa ta'ala istisna edir. Yəni bu sifətlər kimdə var, yalnız onlar istisnadır. Və birinci sifət Allah subhanahu wa ta'ala deyir ki, İlləl-ləzīnə əmən. İstisna kimdir? Birinci, iman gətirənlər. Baxın, qardaşlar, gərək bu sifətlər bizdə cəm olsun ki, biz xəsarat içində olmayaq. Bu həyatı faydalı yaşayaq. Əgər bu sifətlər bizdə varsa, onda rahat ola bilərik ki, biz faydalı həyat sürürük. Yox, bu sifətlər bizdə olmasa və yaxud bəzilər olmasa, bu onu göstərir ki, biz uduzuruq, xəsarata gedirik. Və birinci nədir? İman. İlləl-ləzīnə əmən. İman gətirənlər. Və iman gətirməyə, qardaşlar, özündə elm öyrənmək daxil edir. Çünki sən iman necə gətirirsən? Allaha iman gətirirsən, Peyğəmbərə iman gətirirsən, imanın 6 şərti var. Kitabına iman gətirirsən. Sən bunları bilməsən, necə iman gətirəcəksən? Ona görə iman gətirmək, yəni iman ərkanları, İslamı öyrənmək, sonra iman gətirmək. Bu nəzərdə tutulur. Və həmçinin iman gətirmək, qardaşlar, yəni qəlblə təsdiq etmək, sonra dildə demək və sonra da ona əməl eləmək. Kamil iman budur. Bunun üçün də dediyimiz kimi ən birinci öyrənməlisən. Bu ayə onu göstərir ki, əgər insan dinini öyrənmir, xəsarət içindədir. Çünki necə iman gətirəcək, bilmir dinini. Yəni bilsin. Bu birinci sifət. İkinci sifət, deyir Allah subhanahu ta'ala, İlləl-ləzīnə əmənu və amilus salihət. İman gətirənlərdən başqa və bir də əməl-i salih, salih əməl edənlərdən başqa. Və salih əməl, qardaşlar, bütün o əməl ki, Allah onu sevir, bu salih əməldir. Fikirləşmə təkcə namaz, fikirləşmə təkcə zəkat, meçidə getmək. Hər bir Allah sevdiyi əməl. İstər zahiri olsun və ya qəlbi əməl olsun. İstər səninlə Allahın arasında olsun, namaz kimi, zəkat kimi, həc kimi və yaxud da başqa bəndələrlə olsun. Valideyna qarşı yaxşı olmaq, onlara kömək eləmək, itaət etmək salih əməldir. Ən əzəmətli salih əməllərdən biridir. Qardaşına kömək etmək, qonşuya kömək etmək, evdə öz ailə ilə yaxşı olmaq, uşaqlara gözəl tərbiyə vermək, həyat yoldaşına gözəl davranmaq, hamısı salih əməldir. Və bu onu göstərir ki, qardaşlar, iman mütləq əməllə təsdiq olmalıdır. Görürsünüz, deyir ki, iman gətirən və əməl edənlər.